Xoş gördük dəyərli izləyicilər, hər birinizi salamlayıram. Yenə avtomobil bazarındayıq, ikinci əl avtomobil bazarında maraqlı bir mövzu ilə qarşınıza gəlmişik. Hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənib abunə olmağı unutmayın. Deməli, bu dəfəki mövzumuz ondan ibarətdir ki, maşın bazarında, təkcə bazarda yox, ümumiyyətlə saytlarda, internet resurslarında avtomobil satanda hansı maşının bazarı yoxdur, hansı maşın gec satılır. Yəni alırsan, illərlə, aylarla o sənin belə deyək də, daimi qonağındır, yəni getmir, satmaq istəsən də, neynəsən də satılmır. Və görək, hansı maşın alanda satmaq tərəfində fikirləşəsiniz. İndi onunla bağlı Elnur detallı danışacaq. Hansı maşınlardır ki, bazarı yoxdur? Belə deyək də, bazarı yoxdur deyəndə bax, yəni alıcısı zəifdir, amma maşın əslində pis maşın deyil. Aha. Bax belə deyək, Aydın alıcısı zəifdir, Passatın alıcısı zəifdir bazarda. Məsələn, belə deyək, həftədə bazar günləri mənə 5 dənə klient müraciət edirsə, mən ayda bir dəfə, 2 dəfə uzaq maşın, biri deyək ki, Aydın ya BMW alaq, ya məsəl üçün Passat alaq. Prado'nun bazarı da zəifdir. Yəni o Santa Fe'lər, Sorrento'lar çıxandan sonra Prado'dur, Lexus'dur, Land Cruiser'dir. Bunların bazarı tamamilə bazarda zəiflədir. Yenə deyirik, bazarda bu saat düşkünlükdür, qiymət çox aşağıdır. Almaq istəyən çox aşağı qiymətə maşın bazarından maşın ala bilər.